Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə kublar mövzusuna aid qayda başa salacağım və kublarla bağlı nələri bilməliyik, imtahanda nələr qarşımıza çıxır və bu videoda bizə hansı faydalı qaydalar lazım olacaq, bunlar haqqında danışmış olacağıq. Videomuzu bəyənin, paylaşın və ətrafınızda MİQ sertifikasiya və yaxud da 4-cü sinif monitorinq imtahanına hazırlaşan tanışlarınız varsa, bu videonu onlara göndərərək siz də onlara bir yaxşılıq etmiş ola bilərsiniz. Başlayaq. Əvvəlcə kub haqqında danışacağıq. Kubun hansı qaydaları var, nələri bilməliyik və biz bu kubda hansı sual tiplərindən rastlaşa bilərik. Bunlar haqqında ətraflı danışacağıq. Əvvəlcə gördüyünüz kimi kubumuzun tilləri var, üzləri var və təpə nöqtələri var. Həm bunu bu formada göstərəcəm, həm də virtual olaraq sizə göstərmiş olacağım. Birinci, kubumuzun 6 üzü var. 6. 1, 2, 3, 4, 5 və 6. Həmin üzləri burada da görə bilərsiniz. Baxın, bizim tərəfdə olan üz, sol tərəfdə olan üz, sağ tərəfdə, yuxarı, aşağı və arxa tərəfdə bizim görmədiyimiz bir üz. Yəni kubun neçə üzü var? 6 üzü var. Yəni olduğumuz otaq düzdür, kuboid formalı da ola bilər, amma üzlərinin sayı eynidir. Sağda, solda, öndə, arxada, yuxarıda və aşağıda. Deməli neçə üzü var? 6 üzü var. Kubumuzun 6 üzü var. Bunu bildik. Yaxşı müəllim, üzlərindən başqa nələri var? Baxın, kubun bu kənar xəttləri ki var, bütün bu kənar xəttlərinə biz tillər deyirik. Kubun oturacağının da tilləri var, arxa üzünün də, aşağı üzünün də, hər yerinin görürsünüz ki, nəyi var? Tilləri var. Baxa bilərsiniz. Və bu til nədir? Bunu loru dilə desək, kubun tərəfləri deyək. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, hamısını bunları bir-bir saysaq, bu xəttləri, bax, bu birləşən xəttlər til adlanır. Burada da görə bilərsiniz. FY, FH, GH və s. Baxa görək, lövhə necə görünür? Normal lövhəni görə bilərik. Bu bizim kubumuzun nələridir? Tilləridir və burada da kubun tillərini gözlə görə bilərsiniz. Saysaz kubun 12 tili var. 12 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. 12 tili var. Və təpə nöqtələrinə gəldik. Qayda kimi 8 təpə nöqtəsi var. Baxın, 1, 2, 3, 4 dənə yuxarıda, 1, 2, 3, 4 dənə aşağıda. Yəni 8 təpə nöqtəsi var. Göstərək. 1, 2, 3, 4'ü yuxarıda, 1, 2, 3, 4'ü aşağıda. Deməli, gəlin bunu bir qeyd kimi yazaq. Kubun neçə oldu? 6 üzü oldu. 6 üz, 12 til və 8 təpə nöqtəsi olmuş oldu. Kubumuzun 6 üzü, 12 tili və 8 təpə nöqtəsi oldu. Bunları bildik müəllim. Bəs burada düsturlar olur axı. Bir üzünün sahəsi, bir üzünün perimetri, bir üzünün nə bilim nəyisə. Bunları necə yadınızda saxlayaq? Baxın, o qədər düstur əzbərləməyə ehtiyac yoxdur. Birincisi bilməlisiniz ki, kubun bütün üzləri kvadratlardır. Baxa bilərsiniz, bu üzlərə normal bu formada baxsaz, hamısı 4 tərəfi var, kvadrata bərabərdir. Baxın, hamısı yuxarı üzü də, aşağı üzü də, hər tərəfi bunun nəyə bərabərdir? Kvadrata bərabərdir. Yaxşı, ay Saməddin müəllim. Buradan da gördük ki, bütün üzlər nədir? Kvadratlardır. Gəlin kubun bir tilinə, yəni bu bir xəttinə A hərfi deyək ki, bir üzü olsun, yəni bir tilinin uzunluğu olsun A. Şərti bir hərf verir. X də olar, fərqi yoxdur. İstənilən bir tilinə A dedim. İndi siz bu şəkildə bəlkə bir tərəfi uzun, bir tərəfi qısa görürsünüz, amma bu 3D formatındadır. Yəni buna müxtəlif tərəflərdən baxanda şəkil bizə elə görünə bilər, normaldır. Amma yəni normal formada bu bizim nəyimizdir? Kubumuzdur və kub formalı bir figurumuzdur. Yəni buradan da görə bilərsiniz. Sadəcə biz orada virtual baxırıq deyə bəzi tərəflər bizə uzun, bəziləri qısa görünə bilir. Yaxşı, gəlin kubun tilinə deyək A. Tili olsun A. İndi tili A'dırsa, sual verirəm sizə. Bunun bir üzü, yəni bax buradakı bir üzü kvadrattırmı? Görə bilirsiniz, kvadratdır. Bu kvadratın perimetrini necə taparsınız? Kvadratın perimetrini tapmaq üçün bir tərəfi 4'ə vuraram da. Deməli, kubun da bir üzü kvadrat olduğuna görə yazıram bir üzünün perimetri. Perimetri. Yəni bu təzə düstur deyil də, bunu siz bilirsiniz. Tili əgər A'dırsa 4 dənə A bunun bir üzünün perimetrini verir
və yazıram buna 4A. Kubun bir üzü kvadrat olduğuna görə, bunun da tərəfi A olduğuna görə perimetr olur neçə A? 4A. Ekranımız görünürmü? Görünür. Əla. Sonra, bəs bir üzünün sahəsini siz deyin görün. Bir üzünün sahəsi. Hə, deyin görüm sən, hey yatma. Neçədir bir üzünün sahəsi? Tərəfə A olan kvadratın bir üzünün sahəsi A vurulsun A'dır. Yəni A'nın kvadratı. Sən bunu indimi öyrəndin kub mövzusunda? Sən bunu çoxdan bilirdin. Kvadrat dərsini keçəndə. Yəni çox düstur görüb gözünüzü qorxuzmayın. Bu əslində heç kuba aid bir düstur deyil. Sadəcə kubun içərisində kvadrat haqqında məlumatları xatırlayırıq. Kubun bir üzü kvadrat olduğuna görə bir üzünün perimetri 4A, bir üzü kvadrat olduğuna görə bir üzünün sahəsi A'nın kvadratı. Yəni A vur A. Yaxşı. Kubun neçə tili var demişdik? 12 dənə tili var idi. Düzdür? Tillərini görsə bu xəttlər kubun tilləridir. O zaman gəlin tillərinin cəmi. Deyək ki, kubun bir tili A hərfidirsə, 12 dənə də tili var deyə, biz buna nə deyəcəyik? 12A deyəcəyik. Çünki kubun bir tili A olduğuna görə 12 dənə tili var, olacaq 12A. Razıyıq? Razıyıq. Yaxşı, ay Saməddin müəllim. Bəs bunun səthinin sahəsi deyirlər ha, səthi. Səth deyəndə bunun bütün üzlərinin cəmi nəzərdə tutulur. Yəni səth bilirsiz nədir? Məsələn, deyirəm, sənin dərin nə rəngdədir məsələn? Dəri deyəndə ancaq əlin nəzərdə tutulmur ki, alnı da dəridir də, qulağının üstü də dəridir də. Yəni sənin dərin deyəndə ancaq əlin nəzərdə tutulmadığı kimi, bunu da səthi deyəndə ancaq üstü, sağı, solu yox, bütün tərəflərinin, yəni bütün üzlərinin cəmi nəzərdə tutulur. Yəni buna bəzən tam səth də deyirlər, amma deməsələr belə tam səth sözü olmasa belə, səthi deyəndə siz bunu bütöv üzlərinin cəmi nəzərdə tutduğunu başa düşün. Deməli kubun səthinin sahəsi yazıram. Səthinin sahəsi. Aha. İndi sənə sual verirəm, bax, hey, yatan müdavim. Sən bilirsən axı, kubun bir üzünün sahəsi A kvadratıdır. Çünki bu kvadrat formaldır. A-nı A-ya vururam, bir üzünün sahəsi A kvadratıdır. Bəs bunun neçə üzü var? 6 üzü var. Deməli, səthinin sahəsi A-nın kvadratı vur 6 olacaq. Çünki 6 dənə A kvadratı var burada. Deməli, bu düsturu da əzbərləməyə ehtiyac yoxdur. Bir üzünün sahəsini bilirəm, 6 üzü var deyə 6-nı A kvadratına vururam, olur 6A kvadratına bərabər. Çox sadə. Bir dənə burada yeni öyrəndiyin şey həcmdir. Həcm. Nədir bu həcm? Yazdım bura. Həcm. Həcm. Bu fiqurun içinə nə qədər su tökmək olar? Bunun içərisində nə qədər qaz yığmaq olar? Nə bilim, nə qədər bir şey yığmaq olar? Bunun həcmini hesablamaq üçün 3 dənə parametr var. Bax, eni deyək buna. En, uzunluq və hündürlük. 3 dənə parametr. Eni, uzunluğu və hündürlüyü. Yəni baxın, eni BS, uzunluğu AB, hündürlüyü BF. Sadəcə kubda en də, uzunluğu da, hündürlüyü də eyni şeydir. Yəni bu kub formalı olduğuna görə hamısı A'dır. Ona görə həcmi tapmaq üçün V bərabərdir A vur A vur A. Yəni A'nın kubu eləyəcəm. Bu da oldu bizim kubumuzun nəyi? Həcmi. İndi üzərindən bir daha keçək. Bu bizim kubumuzdur. Baxın, burada da görə bilərsiniz. Və kubun bir üzünün perimetri 4A, bir üzünün sahəsi A kvadratı, tillərinin cəmi 12A, çünki 12 dənə tili var. Səthinin sahəsi, əgər bunun bir üzü A kvadratıdırsa, tam səthi, yəni səthinin sahəsi 6A kvadratı. Həcmi də A vur A, yəni A-nın kubuna bərabərdir. Bəs müəllim, yan səthidirsə, bəzən olur da çaşdırmaq üçün yan səthi soruşulur. Yan səthidə, bax görün bu kubun yan üzlərinin sayı neçə dənədir? Bax, olduğun otaqda neçə dənə yan divar var? 4 dənə var da. Yuxarı və aşağı yan sayılmır. Sağ, sol, ön, arxa. Bunlar yandır. Yəni 4 dənə üzün sahəsini soruşur səndən. Yan səthi deyəndə
4 dənə A kvadrat yazacaqsan. Necə ki, bir səthi A kvadratıdır, yan səthi də 4A kvadratıdır. Gəlin indi açıq vicdanla danışaq ki, burada qeyri-adi bir düstur yoxdur. Hamısı kvadratı bilirsənsə, onu kubla əlaqələndirib nə etməlisən? Düstura çevirməlisən və rahat formada yazmalısın. Gəlin indi suallar görək və bu sualları rahatlıqla yaza bilib bilmədiyimizi yoxlayaq. Yəqin ki, bu düsturları köçürdünüz. Əgər düsturları köçürməkdə çətinliyiniz varsa, qayda kitabımızı əldə edə bilərsiniz. Bütün bu dediyimiz qaydalar hamısı həm riyaziyyat, həm Azərbaycan dilinin bir kitabın içərisindədir və kitabı bütün kitab mağazalarından rahat bir şəkildə əldə edə bilərsiniz. Yaxşı, Ay Saməddin müəllim. Bir sual verin ki, bayaqdan soruşduğunuz hər şeyin cavabını orada verə bilək. Buyurun. Sualımız belədir. Kubun tili 5 sm olarsa, baxın, kubun tili 5 sm olarsa, məndən qabaq siz yazın deyə biraz vaxt verəcəm. Bir üzünün sahəsini tapın, bir üzünün perimetrini tapın, tillərinin uzunluqları cəmini tapın, səthinin sahəsini tapın, yan səthinin sahəsini tapın, həcmini tapın. Getdik, ya Allah. Bir üzünün sahəsi A kvadratıdır. Hazır düsturdur. Yəni A vur A. A da 5'dir də, tili verib 5. Tili A-nı işarə eləmişik. 5'in kvadratı, yəni 25 santimetrin kvadratı. Bu bizim birinci sualın cavabı. Bir üzünün perimetri 4 vur A, yəni 4 vur 5. 20 santimetr. Əla, əjdahasız, gözəl. Tillərinin uzunluqları cəmi. Bir tili A olduğuna görə, yəni 12 olduğuna görə, biz də 12'ni, daha doğrusu bir tili 5 olduğuna görə 5'i 12'ye vuracağıq. Niyə 12'ye vurduq Ay Saməddin müəllim? Çünki kubun 12 tili var. 12 tili varsa və hər tili də 5'dirsə, 12'ni 5'e vururam. Tillərinin cəmi 60 santimetrdir. Səthinin sahəsini soruşursa, 6 vurulsun A'nın kvadratı olacaq. 6 vurulsun A'mız 5'dir. 5'in kvadratı, yəni 5 vur 5 deməkdir. 25. 25'i 6'ya vuracağım. 6 vur 25 bərabərdir. 0 yazdım. 3 yadda 12, bu da 150. 150 santimetrin kvadratı bizim nəyimizdir? Tam səthimizdir, yəni səthimizdir. Yenildirəm, MİQ və sertifikasiya imtahanına hər il düşən mövzulardan biri də fəza fiqurları. Bu bizim birinci seriyamızdır, kublar. Bunun davamı da gələcək. Əgər davamını istəyirsə videomuzu bəyənin, rəy bölməsinə kuboid yazın. Çünki növbəti videomuz kuboidlə bağlı olacaq və o videonu da sizə göndərməyimizi istəyirsə rəydə bunu qeyd edin. Yan səthinin sahəsini soruşur. 4A kvadratı. Çünki bunun 4 dənə yan tərəfi var və biri A kvadratıdırsa 4 vurulsun 5'in kvadratı. 25 vur 4, 100 santimetrin kvadratı. Həcmini tapın deyir. V bərabərdir A vurulsun A vurulsun A. Yəni 5 vur 5 vur 5. Neçədir? 125 santimetrin kubu eləmiş oldu. Təbii ki, kublarla bağlı çoxlu sual tipləri yazmışıq sizlər üçün və bunların hamısını FES-in riyaziyyat test toplusunda yerləşdirmişik. Fəza fiqurlarına 2 dənə orada başlıq ayırmışıq. Bir fəza fiqurları, bir də fəza fiqurları çətin başlığı altında. Kitabı da istənilən mağazadan əldə edərək, qırmızı üzlü kitabdır. Əlaqə nömrələrimizə yaza bilərsiniz. 055 527 2599 WhatsApp nömrəmizə yazaraq həm bizim yeni dərs qruplarımız haqqında, həm ödənişsiz qruplar, sınaqlar və kitabımızdan nümunə səhifələrlə orada tanış olub, sonra kitabı əldə edə bilərsiniz. Yaxşı müəllim, bunu anladıq. Biraz da bir fərqli bir sual görmək istəyirik deyirsinizsə, gəlin sizə bir fərqli sual verək. Bilirsiniz ki, imtahandakı suallar təkcə nəzəri olmur, həm də biraz məntiqi suallar olur. Gəlin indi bu məntiqi sualın öhdəsindən gəlməyə çalışaq. Deyir ki, tili 6 sm olan iki eyni kubu şəkildəki formada bir-birinə yapışdırdılar. Alınan yeni fiqurun səthinin sahəsini tapın. Bax, bu fiqurdan iki dənəsini bir-birinə yapışdırdılar. Bir bu, bir də bundan eynisi. Və belə bir fiqur alınır. Görürsünüz, iki dənə kubu bir-birinə yapışdırıblar. Deyir ki, alınan yeni fiqurun səthinin sahəsini tapın. Buyur, bir başvuru işlət görüm. Sən bu sualı necə yazarsan? Necə düşünərsən ki, bu sualı rahat yaza biləsən? Normalda burada iki yol var.
Ya yeni yaranan figura bir kuboid kimi baxıb onun səthin sahəsini tapmaq, ya da biraz məntiqi gedək. Sual verirəm. Bir kubun neçə üzü var? Bir kubun 6 üzü var. Əla. Bəs bu kubdan 2 dənə olsa, onların neçə üzü olacaq? 2 kubun normalda 12 üzü olmalıdır. Razısınız? Bir kubun 6 üzü varsa, bundan biri də olsa, cəmi 12 üzü olacaq. Amma mən bu kubları bir-birinə yapışdırıram. Mən bu kubları bir-birinə yapışdıranda, buradakı kubun da bu üzü içəridə qalır. Bax, görürsünüz, içəridə qalıb. O görünmür o. Çöldə deyil. Çöldə deyilsə səth deyil. O içəridir. Baxın, bu kubun bu divarı yoxa çıxacaq. Bir də buna yapışan ikinci kub var. O kubun da bu divarı. Yəni bu kublar ki bir-birinə dəyir. İndi lower dildə göstərmək üçün gəlin belə göstərim. Elə bilin ki, bu bir kubdur. Məsəl üçün bu da o bir kub. Sən bunları bir-birinə, bax diqqətlə. Sən bunları bir-birinə bax belə yapışdıranda, həm bu kubun bu divarı, bax bu divarı içəridə qalır, görünmür. Həm də bu kubun bu divarı görünmür. Yəni uzun sözün qısası, yapışanda hər kubun bir divarı gizlədilir, yoxa çıxır, sayılmır. Deməli, 2 kubun 12 üzü olmalıydısa, hərəsinin bir üzü yapışanda içəridə qalıb yoxa çıxırsa, deməli bu kubun 10 dənə nəyi var? Üzü var. Yəni bu kub deyil, düzdür. 2 dənə kubun birləşməsidir, kuboid sayılır. Amma mən buna lower dildə belə izah verirəm ki, burada 10 dənə üz var. Baxın, solda bir üz, sağda 2 üz, 3, 4, 5, 6, 7, 8, arxada da 9, 10. Yəni içəridə qalan o qırıq-qırıq xəttlərlə olan üzlər sayılmır. Həm soldakı figurun üzü yoxa çıxıb, həm də sağda. Deməli 10 dənə üz var da. Bir üzünün sahəsini tapıram. 6 vur 6. Bilirsiniz də kubun bir üzü 6 vur 6 36'dır. 10 dənə üz varsa 36'nı 10'a vururam. Bərabərdir 360 santimetrin kvadratı. Hə, mən buna başqa cür figur kimi baxdım müəllim. Necə? Bunun bir tərəfin 6, bir tərəfin 12 götürdüm. 6, 6, 12. Hündürlüyünü də 6 götürdüm. Bunu kuboid kimi yazdım deyirsinizsə, əla. Kuboid bizim növbəti videomuzda olacaq. Ona görə o haqda burada ətraf məlumat vermirəm. Növbəti videoya saxlayıram. Düzdür, bütün fəza figurlarını bir videoda izah elədiyim də var. Yəqin görmüsünüz. Elə bu figurlarla bir-bir göstərə-göstərə hamısını izah eləmişəm. Amma istədim ki, əlavə olaraq bu şəkildə hər birini ayrıca tək-tək də sizlərə izah etmiş olum. Buyurun əjdahalarımız, bu sizin tapşırığınızdır. Videonun rəy bölməsinə bu sualın izahını və həllini yazacaqsınız. Yazarım bura tapşırıq 1. Və xatırladaq ki, yeni tam sıfırdan dərs qruplarımıza və yaxud da nə bilim sınavlar qrupu, test qrupu, monitoring qrupu bunlara qoşulmaq istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəsində yaza bilərsiniz. Videonun rəy bölməsinə həm tapşırığımızın izahını yazırsınız, həm öz ürək sözlərinizi yazırsınız. Sizin rəyləriniz bizlər üçün motivasiyadır və videonu bəyənib, paylaşıb kanalımıza abunə olmağı unutmayın. Sağ olun, növbəti video dərsdə görüşərik. Hələlik.